Yəni qurban deyildiyi zaman əsas o qanın axıdılmasıdır. Qurban, yəni Allahı təzim etmək üçün qanın axıdılmasıdır. Amma qan axıdılandan sonra sən gəlib 5 ton da ət alsan, qurban sayılmır. Qan axıdılandan sonra gəlsən, mən qurban aparıram, yəni 5 ton ət aldım. O qurban sayılır. Qurban nədir? Qurban Allahı təzim etmək üçün qanın axıdılmasına qurban deyilir. Və ona görə də burada mühüm məsələ var. Kəsməzdən əvvəl qiymət danışılmalıdır. Qiymət danışılmalıdır, alınmalıdır. Ondan sonra qurban kəsilsin. Yox, əgər kəsiləndən sonra tərəziyə vurulma, çəkmək, bunlar olmaz. Qurban olması üçün. Başqa ətdə problem deyil. Əqidə necə? Əqidə də həmçə o da qurbandır da. Qurban növlərindəndir. Ona görə çalışmaq lazımdır ki, yəni əvvəlcədən danışılır. Ya sən tərəzidə əvvəlcədən tam şəkildə çək və yaxud da ayaq üstü ona qiymətdir, razılıq olsun. Kəsəndən sonra qiymət olmaz. Qiymət kəsilməzdən əvvəl qiymət danışılmalıdır, ondan sonra kəsilməlidir.